Artıq ikinci ildir ki biz baharı həm də Xankəndidə qarşılayırıq. Xankəndidə fəaliyyət göstərən aidiyyəti qurumların əməkdaşları, Qarabağ Universitetinin tələbələri, Xankəndi şəhərinin qonaqları Novruz bayramını məhz burada qeyd edirlər. Elə biz də bugün Xankəndidə fəaliyyət göstərən aidiyyəti qurumlardan birinin əməkdaşının evində qonaq olacağıq. Salam əleykum. Bayramınız mübarək. Qonaq qəbul edirsiniz. Əlbəttə, xoş gəldiniz. Gəlir. Nətərsiniz? Sağ olun, yaxşı olasınız. Çox şad olduq sizi görməyimizə. Xoş gəldiniz. Buyurun, keçin içəri. Biz artıq ikinci ildir ki, Novruzu Xankəndində keçiririk. Buna görə də həqiqətən çox şadıq. İndi öz evinizdə xonçanızı düzəldirsiniz. Bəli, bəli. Ümumiyyətlə burada baharı qarşılamaq. Çox gözəl isti. Həm hava baxımından, həm ailəmizin bir yerdə olmağı, bayramı keçirmək barədə hər tərəfli çox gözəl hisslərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin ki, bu hissi bizə yaşatdılar. Yəni, bəzi belə hisslər var ki, onlara sözlə demək asan deyil. Çox qürur verici hissdir burada xidmət eləmək, işləmək. Yəni, bu gün də şükür Allaha bayramda hamımız yığışmışıq bir süfrə arxasına. Xankəndinə gələndən çox gözəl rəlləyiş, çox gözəl yaşayış var, yaxşı xidmət eləyirlər, yaxşı bizə rahat baxırlar. Allah da cavanlarımıza dəyməsin, torpaqlarımızı qorusun. Bayramımız mübarək, neçə belə illərə çıxaq. İkinci bayram biz burada keçirdirik. Burada yəni bayram keçirmək bizim üçün çox qürurlu bir hissdir, həqiqətən. 1 il 3 aydır həqiqətən biz buradayıq. Hamıya nəsib olsun ki, yəni burada bir il olmadı, gələn inşallah bayramı burada keçirdilər hamıya. Mən çox sevinirəm ki, mən vətəndəyəm. Mən Bakıdaydım, Bakıdan gəldim ki, gedirəm mən Çəşənbəni. Xankəndində keçirəm. Hamımız bir süfrənin başındayıq, qohum, övlad, bacı, qardaş, hamımız buradayıq.